Bir sotu 2000 manata olan torpaq sahəsi 15000 manata təklif olunacaq. Söhbət paytaxtın Qaradağ rayonu Ələt qəsəbəsindən gedir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, infrastrukturun yenilənməsi, hava limanının tikilməsi bu ərazidə daşınmaz əmlakın qiymətinə təsir edib. Söz gedən ərazidə hava limanının tikilməsi prosesinə start verildikdən sonra həmin ərazidə həmçinin vətəndaşların xarici ölkələrdən daşınması ilə bərabər xarici yük daşımaları da baş verəcəkdir. O ərazilərdə böyük anqarların, otellərin, iaşə obyektlərinin tikintisinə başlanır və bu da həmin ərazilərə bir məna olaraq yeni insan axının və yaşayış məntəqələrinin salınması ilə nəticələnir. Hal-hazırda həmin ərazilərdə daşınmaz əmlakların satış qiymətlərində qiymətlər nisbi olsa da, lakin hava limanı tikilib təhvil verildikdən sonra qiymətlərdə təqribi 3%-yə qədər artımlar gözlənilir. Ekspert bildirib ki, hazırda həmin ərazidə bir sotu 2000 manata təklif olunan torpaq sahələrinin 2026-cı ilə qədər 6000 manatadək yüksələcəyi proqnozlaşdırılır. Hava limanı istifadəyə verildikdən sonra isə 2000 manata təklif olunan torpaq sahəsi 15000 manat civarında təklif olunacaq. Ortalama həmin ərazidə hava limanı tikintisinə start verildiyi müddətdə torpaq sahələrinin bir sotu nisbi olaraq 2000 manat idisə, hal-hazırda o qiymətlər təqribi 5-6 min manata qədər artım gözlənilir. Lakin 2026-cı ildən sonra artıq hava limanı istifadəyə verildikdən sonra həmin qiymətlər ortalama yenidən 200 dəfə artımı müşahidə olunacaqdır. Yəni, əvvəlki illərdə bir sotu 2000-ə təklif olunan torpaq hazırki vəziyyətdə təxminən 4-5 min manat arası dəyişirsə, hava limanı istifadəyə verildikdə isə həmin qiymətlərdə bir sotunun təxminən 10-15 min manat olacağı gözlənilir. Qeyd edək ki, 2026-cı ildə inşasının başa çatdırılması nəzərdə tutulan hava limanı 8 təyyarə dayanacağı, 4000 metrlik uçuş enmə zolağı, taksi yolları, hava hərəkəti idarə etmə mərkəzi, yanacaq və yanğın söndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək. Kənan Qafar, Cəfər Qasımov, Xəzər xəbər.